Şrimad Bhagavatam 2. nəğmə 4. başlıq 8. beyt. Şrimad Bhagavatam 2. nəğmə 4. başlıq 8. beyt. Нунам все равно недостаточно. Бхагавата — личность Бога. Брахман — ученый Брахман. Харе — Господа. Адбхута — удивительно. Кармана — тот, кто действует. Дурвибхавьям — непостижимый. Ива — как то. Абхати — кажется. Кавибхи — даже высокообразованным. Ча — также. Апи — несмотря на. Чешти там — все их усилия. Нунам Бхагавато Брахман Харерад Бхута Кармана Дурвибхавьям Нивабхати Кавибхишчапи Чештитам. Нунам Бхагавато Брахман Харерад Бхута Адбхута Кармана Дурвибхавьям Нивабхати Кавибхишчапи Чештитам. Нунам Бхагавато Брахман Харирада Бхута Кармана Дурвибхавьям Нивабхати Кавибхишчапи Чештитам. On ilahi merhameti ve bayçaran Ravinda Bhaktivedanta Swami Шрила Прабхупаданın tercümesi ve izahı. О ученый Браман, поистине, трансцендентные деяния Господа удивительны и кажутся непостижимыми, ибо даже многие великие мудрецы, несмотря на все свои старания, так и не смогли понять их. О ученый Браман, поистине трансцендентные деяния Господа удивительны и кажутся непостижимыми, ибо даже многие великие мудрецы, несмотря на все свои старания, так и не смогли понять их. Шрила Прабхупада Изахаб. Создание Верховным Господом одной этой вселенной уже кажется удивительным и непостижимым, а их бесчисленное множество. И все вместе они образуют сотворенный материальный мир, который составляет лишь незначительную часть всего мироздания. Материальный мир представляет собой лишь часть творения. Экамшейнасти то джагат. Считается, что материальный мир составляет четверть всей энергии Господа. Остальные 3 ее четверти занимает Вайкунтха Джагат, духовный мир, который в Бхагавад-гите называют Маддхамой или Санатанадхамой, то есть вечным миром. В предыдущем стихе говорилось, что Господь создает, а затем уничтожает свое творение. Это относится только к материальному миру, поскольку другая большая часть его творения, называемая Вайкунтхой, не создается и не уничтожается, иначе Вайкунтха Дхама не называлась бы вечной. Господь отделим от Дхама, то есть Господь неотделим от Дхама. Его вечное имя, качество, игры, окружение, его характер – все это проявление различных энергий и экспансии Верховного Господа. Его называют Анади, то есть не имеющим Творца. Его называют Анади, не имеющим Творца, а также Ади, источником всего сущего, изначальный. Поскольку наш ум несовершенен, мы думаем, что Господь тоже сотворен кем-то. Но Веданта сообщает, что у Господа нет Творца. Напротив, Он сам является Создателем всего сущего. Нараяна паро вяктахат. Обыкновенному человеку очень трудно понять подобные предметы. Даже
Великие ученые не в состоянии постичь этого и потому выдвигают противоречащие друг другу теории. Они не располагают исчерпывающей информацией даже о такой ничтожной малой части творения, как наша Вселенная, о ее размерах, количестве звезд, планет в ней и об условиях жизни на каждой из этих планет. Современные ученые не имеют достоверных данных обо всем этом. Некоторые из них утверждают, что во всем космосе насчитывается около 100 миллионов планет. Газета «Московские новости» от 21 февраля 1960 года сообщает. Известный советский ученый-астроном Борис Воронцов-Вельяминов утверждает, что во Вселенной должно существовать бесчисленное множество планет, населенных разумными существами. Не исключено, что на этих планетах процветает жизнь, подобной жизни на Земле. Доктор химических наук Николай Жиров, коснувшись вопроса об атмосфере на других планетах, отметил, что организм, скажем, марсианина может быть прекрасно приспособлен к условиям жизни на Марсе, благодаря низкой температуре тела. Он считает, что газовый состав атмосферы Марса вполне пригоден для жизни приспособленных к ней организмов. Брахма Самхите такая приспособленность организма к условиям жизни на определенной планете называется Вибхути Бхиннам. На каждой из бесчисленных планет Вселенной своя атмосфера, и на планетах с более благоприятной атмосферой живые существа обладают более совершенными знаниями в области естественных наук и более совершенным знанием в области и более совершенной технологии. Вибхути означает особые силы, а бхиннам разнообразные. Ученые, занимающиеся исследованиями космоса и пытающиеся с помощью механических средств передвижения достичь других планет, должны уяснить себе, что организмы, приспособленные к атмосфере Земли, не могут жить в атмосфере других планет. Следовательно, прежде чем отправляться на другие планеты, человек должен подготовиться к этому, избавившись от своего нынешнего тела. Как о том сказано в Бхагавад-гите 9.25. Янти дева врата деван, питрин янти питрим врата, бхутани янти бхутеджа, янти мад якино пимам. Те, кто поклоняется полубогам, родятся среди полубогов, то есть ангелов. Поклоняющиеся привидениям и духам родятся среди этих существ. Те же, кто поклоняется мне, Верховному Господу, будут жить со мной. То, как Махарадж Парикшит формулирует свой вопрос о действии созидательной энергии Господа, свидетельствует о том, что ему уже все известно о процессе творения. Почему же тогда он спрашивает об этом Шукадева Госвами? Махарадж Парикшит был великим императором мира, потомком пандавов и великим преданным Господа Кришны, поэтому вовсе не удивительно, что он обладал обширным познанием о сотворении мира. Однако, даже его знание было еще недостаточно. Поэтому он говорит, что постичь творение не могут даже великие мудрецы, несмотря на все их старания. Господь безграничен, его деяние непостижимо. Любое живое существо, которое черпает знания из ограниченного источника и наделено несовершенными чувствами, даже брахмати не способны вместить в себе знание о безграничном. До какой-то степени познать безграничное можно лишь тогда, когда его объясняет сам безграничный. Что и сделал Господь в уникальных стихах Бхагавад-гиты, а также слушая осознавшие себя души, подобные Шукадева Госвами, который получил свои знания от Вьясадева, ученика Нарады. Таким образом, совершенное знание может передаваться только по цепи ученической преемственности. Любое экспериментальное знание, древнее оно или современное, является несовершенным. То есть несовершенным. Шрила Прабхупада ки джай.
Nunam bhagavato brahman harirad karmanaha durvibhavyam vabhati kavibhishcha pichishtitam. Ученый Брахман, поистине трансцендентные деяния Господа удивительны и кажутся непостижимыми, ибо даже многие великие мудрецы, несмотря на все свои старания, так и не смогли понять их. Om Gyanatimirandasya Gyananjana Shalakaya Chakshurunmilitam Yena Tasmai Shri Gurave Namaha Vanchakalpatarubhyascha Kripa Sindhubhyaivacha Patitanam Bhavanebhyo Vaishnavibhyo Namo Namaha. Jai Sri Krishna Chaitanya Prabhu Nityananda Jai Advaita Chandra Jaya Gaura Bhakta Vrindam Hare Krishna 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 Hare 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 Rama Rama Hare Hare. Beləcə davam edirik Srimad Bhagavatamın 2-ci nəğməsinin 4-cü başlığı. İndi oxuduğumuz 8-ci beytdir. Azərbaycan dilində belə səslənir. Ey elmli Brahman, Şukadev Parikshit Maharaj, bu mümin şah, bu mümin övliya Brahman Şukadeva Gosvami'ye müracaat edir. Ey bilikli Brahman, elmli Brahman. Həqiqətən də Tanrının transendental fəaliyyəti çox udivitelli, təəccüblüdür. Təəccüblüdür deyil, sözün başqa şey var. Udivitelli, yəni ki, çox belə neysə. Və dərk olunmazdı. O dərəcədə dərk olunmazdı ki, hətta çoxlu müdriklər çalışmaqlarına, səy göstərməklərinə baxmayaraq heç başa düşə bilmirlər onu. İndi bunu Şrila Prabhupada izah elədi. Gördün, Sovet hökumətinin o vaxtki alimlərindən misal çəkdi. 1960-cı il Sovet hökuməti dövrü idi. Prabhupada onlardan məsəl çəkdi. Onların fikirlərini möhtəşəm Tanrının transendental əyləncələri möhtəşəmdir və dərk olunmazdır. Hətta böyük müdriklər özlərinin səylərinə, çalışmaqlarına baxmayaraq belə onu axıra qədər dərk edə bilmirlər. Təbii, biz bilirik ki, Tanrı özü deyir ki, Veda fəlsəfəsini, bütün Veda fəlsəfəsini siz bütün Veda fəlsəfəsini bu başdan o başına, o başdan bu başa oxusaz da belə siz mən başa düşməyə bilərsiniz. Siz bilməzsiniz ki, mən kiməm. Bütün Veda fəlsəfəsini bu başdan da başa, o başdan bu başa oxusaz siz bilə bilməzsiniz ki, mən kiməm. Əzbər bilsəz belə, bütün Vedaları əzbər bilsəz belə, siz bilə bilməzsiniz ki, mən kiməm. Və Tanrı 500 il bundan qabaq nazil olanda Həzrət Çaytanya Mahaprabhu kimin? Deyilir ki, onun təbliğində belə bir taktikası var imiş, istifadə edilmiş. O, qara bir şeyə fəlsəfi məntiqin gücü ilə ağ dedirtdirilmiş adama. Deyilmiş ki, bu ağdır, sən qara görürsən o. Fəlsəfənin gücü ilə. Onu əmin eləyəndən sonra bir də təzədəndən həmən şeyə ağ dedirtdirilmiş başqa bir fəlsəfənin köməyinə, başqa bir fəlsəfi məntiqin köməyinə. Yəni, dediyini təkzib edirmiş. Sonra məsələ də onun başındadır ki, o 3-cü dəfə bir də təzədəndən qaytarırdı. Deyirdi ki, yox, söta ki, bu ağdır, sən qara görürsən. 3-cü dəfə eyni bir şeyi 3 dəfə müxtəlif fəlsəfi traktatın köməyi ilə təkzib edirdi. Buna görə də o Haçinta Abheda Tatva kimi bir məsələni qoydu ortalığa. Yəni,
Müxtəliflikdə eynilik. Eyni zamanda fərqlilik və oxşarlıq fəlsəfəsi. Bu nə deməkdir? Yəni Tanrının bu cürü hərəkəti nə deməkdir? İnsanın üzərində elə bir ki, Ruslar demiş ki, izdivac eləyir. Öz-özünə əks gedə bilir. İndi görsən, müqəddəs kitabları oxuyan bəzi adamlar var ki, məsələn, müqəddəs kitablarda şey tapırlar. Protivareciya, əkslik. Məsələn, deyir ki, sizin kitabınızda yazılan bu kitabda yoxdur. Məsələn, Quranda olan Bhagavad Gita'da yoxdur. Bhagavad Gita olan İncildə yoxdur. Belə şeylər deyirlər. Amma ki, onların xəbəri yoxdur ki, Tanrı özü bu işi özü eləyirdi. Özü həqiqəti deyirdi, bir məntiqin köməyi ilə. Sonra başqa bir məntiqin köməyi ilə o həqiqətin tamamilə təkzib elətdirdi. Sonra üçüncü bir məntiqin köməyi ilə üçüncü bir varianta tərəf itəlirdi. Bir də geri təsdiq. 3 dəfə. Biri var 2 dəfə bura. Bir də var 3-cü dəfə təzədən qaytarırdı o birincinin üstünə. Başa düşdün, birinci variantın üstünə. Onda fikirləşirdi ki, bu məqsədi nədir? Tanrının məqsədi nədir? Özü verdiyi fəlsəfəni təkzib eləsin. Çünki mütləqin təbiəti protivareciv idi. Mütləqin təbiəti bir-birinə əksdir. İnkardır. Bu mütləqin təbiətidir. Bu ne üçün? Ne üçündür? Çünki maddi dünya ikili xarakter daşır. İkili xarakter olan bir dünya düşən insanı buradan çıxartmaq üçün gərək onu qızıl ortaya itələyəsən. Tanrı bunu belə edirdi ki, insan onun qızıl ortasını tapsın. Yəni biri yalancı tərki dünyalı apara bilər. O birisi isə özünü təkəbbürə, birlikdən təkəbbürlüyə apara bilər. Biri isə dünya bağlılığı apara bilər. Nə yalancı tərki dünyalıq qəbul olunur, nə dünya bağlılıq. Bunun ikisinin gərək qızıl ortasını tapasın. Ona görə də bu dünyada işlərin hamısı qızıl ortada görülür. Qadınla kişi dünya uşaq gətirir. Tək qadın tək kişi gətirə bilmir. Mənfi ilə müsbətin arasında işıq yanır. Nə mənfidə işıq yanır, nə də müsbətdə. İkisinin arasında yanır o işıq. İkisinin arası nurlandırır, qaranlığı nurlandıra bilir. Yəni mənfi ilə müsbətin arasında baş verən qaranlığı nurlandıra bilir. Əksliyin ortasında baş verən məhz insanın beynindəki cəhaləti işıqlandıra bilər. Kimin bundan xəbəri yoxdursa, o ya bu mövqeyi tutur, ya da o birisi mövqeyi. Ya deyir, bunlar haqlıdırlar, ya da bunlar da. Məsəl üçün deyirlər ki, Allah gözə görünməzdir. Elə deyil. Həqiqətdir də bu. Onu görmək mümkündür, mənim yox. Amma bu tərəfdən deyirlər ki, Hindistanın məbədlərində Allahın obrazlarını qoyublar. Murtilər. Bu da bütpərəstlik. Bu nətər olur? Bunlar deyir ki, biz onu görürük, bu deyir xramdadır. Bunlar da deyir, o gözə görünməzdir. İndi dünyəvi insan, adi insan. Ya bunun tərəfini saxlayır, ya bunun. Ya deyir ki, Hindistar düz deyirlər. Ki, yox, o görünür, bu deyil, məbəddə dayanıb, gəl bax. Ya da bu birisilər düz deyir ki, deyir, onu görmək mümkün deyil. Nətər sən onu görə bilərsən? Plan, adi insan qalır bu ikisinin arasında, axtarır ki, bundan hansı haqlıdır. Bir tərəfin mövqeyini tutandan sonra o birisi tərəfə müharibə elan edir. Amma burada həmişə bir dənə fərq olur. Fərq nədə olur? Məsələ bundadır ki, amma deyilir ki, Veda fəlsəfəsində bax, rəngarənkliyin harmoniyası, müxtəlifliyin eyniliyi, fərqlərin oxşarlığı barədə biliyi olanın biliyi var. Belə biliyi olmanın biliyi yoxdur. Rəngarənkliyin harmoniyası, müxtəlifliyin eyniliyi, fərqlərin oxşarlığı barədə biliyi olanın biliyi var. Belə biliyi olmayanın biliyi yoxdur. Belə insandan biliyi almaq olmaz. Belə insanın biliyi ilan zəhərinə oxşuyur. Bu cür biliyi olmayanın fərqlərdən danışmağa ixtiyarı yoxdur. Vedanta fəlsəfəsi deyir bunu.
Belə insan fərqlərdən danışmaq tərəfdir. Çünki o danışanda antagonizm yaradır, qarşı durma. Bildiyin ne üçün? Çünki o fərqlik görəndə o onların birini o birisinə qarşı qoymağa məcburdur. Çünki bu onların qızıl ortasını görə bilmir. Bu bir-birinə əks olanın ikisinə də hə deyə bilmir. Yəni həmi Tanrı gözə görünmür deyənə hə demək olar. Sən düz deyirsən, o gözə görünməzdir. Həm də görünən var ki, görmək olar onu. Mən onu görə bilmərəm, amma o özünü bizə göstərə bilər. Ona da hə demək olar. İkisinə də. O halda ki, sən qızıl ortağını görə bilirsən. Belə insana deyirlər Veda fəlsəfəsində kim? Brahman. Brahmanda bu qabiliyyət var. Məhz Brahmandır. Brahmanı başa düşəndə Brahmanın içki keyfiyyət var, qabiliyyət var, o görə bilir bunu. Ona görə də gərək Brahman olsun. Brahman olsun ki, Brahman bilikli adama deyirlər. Veda elminin bilicisidir o, Brahman. Brahman Tanrının həm də eyni zamanda birinci aspektin adıdır. Yəni hər yerə nüfuz edən nur Tanrının aspektidir. Brahman, elə deyil, hər yerdə olan. İndi bu hər yerdə olanı görə bilmək qabiliyyəti olan, o barədə biliyi olan insan Brahmandır. Yəni Brahman həmən bu harmoniyanı görməyi bacarır. Onun bu harmoniya barədə biliyi var. Brahmanın harmoniya barədə biliyi var. Məhz ona görə də Brahmandır. O müvazinətini saxlaya bilir bütün əksliklərin qarşısında. Çünki onların qızıl ortasını barədə biliyə malikdir. Məhz belə insan Tanrıya gedən yolu göstərməyə qadirdir. Çünki Tanrıya gedən yol əksliyin qızıl ortasındadır. Nə bu tərəfdə, nə bu tərəfdə deyil. Necə ki, mən həmişə məsəl çəkirəm bunu. Eyni təhsil nazirliyinə mənsub olan bir məktəbə getmək olar. Təhsil nazirliyinə, hə? Orada, indi qızıl ortağını görmək budur. Orada ikinci, üçüncü sinif uşağına yaxınlaşırsan, deyərsən ki, bir çağ, iki nə inir? O nə deyəcək? O deyəcək, sən dəlisən. O müəllimi ona qadağan eləyib birdən ikinin çıxmağa. O müəllimi ona qadağan eləyib birdən ikinin çıxmağa. Yəni müəllim onun dəftərində birdən iki çıxmağa görsən, ona üstündən qırmızı xətt çəkib 2 yazacaq. Düzdür? Uşaq da təbii ki, bunu qəbul eləyir. Müəllim onun üçün avtoritetdir. Amma onun müəllimi bilir ki, birdən 2 çıxılır. Başa düşdün? Bax, fakt odur. O müəllimi bilir ki, birdən 2 çıxılır. Amma nə üçünsə uşağa onu demir. Uşağa deyir, yox, birdən 2 çıxmaq bu nədir? Üstündən qırmızı xətt çəkir, 2 yazır. Başa düşdün? Ha? Həmən məktəbin, həmən Nəsil Təhsil Nazirliyinin, həmən məktəbinin başqa bir müəlliminə yaxınlaşsan, başqa bir şagirdinə yaxınlaşsan, şagirdinə və 8-də oxuyan şagirdə desən ki, qardaş, valla, bir çıxaq 2 nə inir? O deyəcək, -1. Düzdür? O deyəcək ki, birdən 2 çıxılır, özə -1 eləyir. Ana, o da haqlıdır. O müəllim ona deyir ki, birdən 2 çıxanda -1 qalır. Bildiyin nətər? İndi başa görürsən burada nə var məsələ? Ay, şey var nədir? Burada məsələ onun başındadır ki, 8-də oxuyanın birdən 2 çıxmağın mümkün olmağını deməyi də düzdür. 2-də oxuyanın birdən 2 çıxmağın mümkün olmamağını deməyi də düzdür. O da düzdür, o da haqlıdır. Düzdür? Məsələ burada nədən gedir? Məsələ burada biliyin aliliyindən gedir. Nə dərəcədə bilik ibtidaidir, nə dərəcədə bilik alidir. Bilik özü də yox. Nə dərəcədə o biliyi qavramağa, o bilik verilən insanın özü hansı səviyyədədir? O insanın özü hansı səviyyədədir o biliyi almağa qadirlik? O nə dərəcədə hazırdır qavramağa o biliyi? Məsələ bunun başındadır. Deməli, o biraz böyüdükcə 8-ci sinifə gəlib çatanda görür ki, birdən 2 çıxılır sən demə. Mən elə bildim ki, çıxılmır. Amma orada hələ ona deyirlər çıxılmır. Çünki onun halı bu saatki vəziyyəti elədir ki, ona bu qədər bəsdir. Ona o qədər bəsdir. Ona ondan artıq versən, o nəyə itirəcək? Müvazinətini itirəcək. Verən bunu bilir.
Bildiyin, verən bunu bilir. Kim ki verir. Ona bundan artıq versən müvazinətə itirəcəkdir. Məsəl üçün, valideyn uşağına onun qabiliyyətini görür, bilir ki, buna nə qədər pul vermək olar ki, bu yolunu azmasın. Elə deyil. Ağıllı valideyn uşağına baxır və görür ki, buna nə qədər pul versə, bu uşaq yolunu azmayacaq. Uşaq gəlib ondan 4-də oxuyan uşaq gəlib atasına deyir ki, ata mənə bir 500 manat ver də. Ağıllı ata verəcək ona 500 manat. Niyə görə? O baxır uşağa, onun səviyyəsinə, onun dərk eləmə qabiliyyətinə, onun özünə. Deyir, 500 manatla bu uşaq nə görə qalacaq? Deyir, gələ 5 manat çıx get. 500 manat 5 manat verir ona. Amma o böyüyüb 22-23 yaşına çatıb iş görəndə atası ona 1500 manat da verəcək. Başa düşdün? Bildiyin. Amma indi vermir. Ata nəyin qayğısını çəkir? Ata qayğısını çəkir ki, bu verdiyim ona necə təsir eləyəcək? O hazırdır mı bunu götürməyə, bunu xərcləməyə 500 manatı? 4-cü sinifdə oxuyan uşaq 500 manatla nə edəcək? O yaman günə qalacaq o. Elə deyil. Bu cürdə Tanrı ən ideal valideyndir. O bilir ki, kimə nə qədər vermək olar. Amma ağıllı adamlar istənilən yerdə tədricən dərinliyə gedə bilirlər. Dərinliyə gedib indi özünün yüksəldilməsi isə o deməkdir ki, Brahman səviyyəsinə gəlib çatması o deməkdir ki, insan gərək daha çox dünyəvi istəklərindən, təmənnalı ibadətindən əl çəksin. Dünyəvi istəklərini azaltsın, hisslərinə nəzarət eləsin, çobud qidalarla qidalanmasın, özünə haqq qazandırmasın, nəcibləşdirsin öz mövcudiyyətini, yatmağını, durmağını, qidalanmasını. Çünki insan öz fiziki mövcudiyyətini nəcibləşdirdikcə onun beyni, dərrakəsi daha nəcibliklərə varmaq imkanı əldə edir. Çünki bədənin vasitəsilə sən həqiqəti dərk eləməyə çalışırsan. Sən hələ özü ruhi qabiliyyətlərindən xəbərsizsən. Ona görə də gərək sən özü fiziki mövcudiyyatı nəcibləşdirəsən. Nəcib qidalar qəbul eləməklə, qulağın, burnun, gözün vasitəsilə xeyirxahlıq enerjisinin təsir altına gərək eləsən. Çobud qidalar, ət məhsulları, çay, sarımsaq, soğan, çay, kofe, bunlar hamısı çobud qidalardır. Yumurta, balıq, konservlər, ilənmiş şeylər. Gərək nəcib qidalardan qidalansan, süd, meyvə, tərəvəz, qoz, fındıq. Bunlar cəhalətdə olan qidalarla qidalanmaqla insanın beyin hüceyrələri oyanmır. Nəcib təbiəti oyanmır. Çünki insanın nəcib enerjiləri çobud qida mədəyə gəlib düşəndə onlar onu həzm eləməyə yönəlirlər, onunla məşğul olurlar. Bütün nəcib enerjiləri. O nəcib enerjilər mədəyə gedirlər, o enerji, o yeməyin həzmi ilə məşğul, çobud qidanın həzmi ilə məşğuldurlar. Ona görə belə insanda nəcib enerjilər olmadığına görə o hər bir şeyin nəcib təbiəti barədə nə sual verə bilir, nə düşünə bilir, nə də danışa bilir. Çünki o nəcib enerjiləri gedib məşğuldurlar çobud qidaların həzmi ilə. Ağız vaxtı ilə girən çobud qidaları mən saydım. Burun vasitəsilə girən çobud qidalanma var. Göz vasitəsilə girən çobud qidalar var. Qulaq vasitəsilə girən çobud qidalar var. İnsan hələ ki bu çobudluqları öz içinə buraxır. Onun beynini sıxışdırmaqla ki, mən bu şeyləri başa düşəcəm və ağıllı danışacağım, heç bir mənası olan deyil. Bu mənada insan deyirlər, əməli ilə danışığı gərək üstə düşsün. Və belə halda olanda istənilən dini sistemdə insan dərinliyə gedib oradakı həqiqətin daha dərin mahiyyətlərini görmək qabiliyyəti əldə edir. Amma yox, mən özümü dəyişməyəcəm, sadəcə olaraq oxuyacam, əzbərləyəcəm, nəsə başa düşəcəm, yaxud da ki, adi ayinlər həyata keçirəcəm, ibadət qaydaları, bu keçmir. Yəni, insan ondan tələb olan zahidlikləri həyata keçirməlidir. İnsan həyatı insana verilib zahidlik eləmək üçün. Yəni, hissi, əqli, cismani fəaliyyəti minimuma endirmək. Minimuma. Cismin, əqlin tələbatlarını minimuma endirmək, komfortlaşdırmaq yox. Onda insan zahidanə həyatı ilə insan qabiliyyət, keyfiyyət əldə edir ki, fəlsəfənin, Tanrıya gedən yolların ən nəciblərinə baş vura bilsin və anlaya bilsin onları.
Buna görə də Tanrını axıra qədər dərk eləmək, başa düşmək heç kim üçün mümkün olan bir şey deyil. Amma necə ki biz o əksliyin qızıl ortasından məsəl çəkdik, Tanrı hər kəsi müəyyən bir keyfiyyət nöqteyi nəzərindən bir səviyyə qaldırmaq üçün onun tələbatını ödəyir sadəcə olaraq. Bhagavad Gita'nın elminə əsasən Tanrı Shri Krishna deyir ki, bütün Veda fəlsəfəsinin 2 dənə məqsədi var, elə deyil? 2 dənə məqsəd hansıdır? 2 dənə məqsəd hansıdır? Deyir, həmişə məni düşün və heç çox məni unutma. Sən demə, bütün Veda fəlsəfəsinin, bütün elmin, biliyin məqsədi odur ki, 2 dənə məqsədi var. Həmişə Tanrını düşünmək və heç vaxt unutmamaq. Amma biz elə bilirik ki, insan elə bilir ki, onları əzbərləmək, belə də yadında saxlamaq, sitatlar gətirmək üçündür, özü alimliyin sübut eləmək üçündür, özünün hamıdan yüksək, bilici olduğu sübut eləmək üçündür. Mən biliciyəm, görürsünüz, hamıdan yaxşı bilirəm. Fəlsəfəni mənim kimi heç kim bilmir, nəzərdə saxlayın. Düzdür. Amma Brahman Cənubi Hindistanda Bhagavad Gita'nın başayaq tutmuşdu, ağlayırdı onun üstündə. Chaitanya Mahaprabhu gəlib ona dedi ki, sən bu kitabı əla bilirsən. Heç o kitabı başayaq tutub üstündə ağlayırdı. Dedi, sən bu kitabı əla bilirsən. Ne üçün? O dedi ki, mən baxanda ki, Tanrı fədaisinə arabatçılıq eləyir, mən gözümün yaşını saxlaya bilmirəm. Chaitanya Mahaprabhu deyir ki, sənin ürəyin tərtəmizdir. Ürəyin təmizdir sənin. Çünki sən Tanrını düşünürsən, onu oturtmusan ürəyivə. Ağıl da ürəkdədir, bilirik. Bildiyin məqsədə bax hələ. Amma uzun müddət insan elə gəlir ki, məqsəd bu beytləri əzbərləmək, dərinliklərini başa düşmək, gözəl danışmaq, belə yaxşı məntiqi söhbətlər eləmək, özünün alimliyini başqalarına sübut eləmək, özünün üstünlüyünü göstərmək, öz fəlsəfə, öz emriyi başqalarından üstünlüyünü sübut eləmək. Bunlar hamısı illüziya, mayanın şeyləridir, tələləridir. Tələsidir ki, uzun müddət insan bu tələlərə də düşür, bildiyin nətərim? Fəlsəfə tələsi, bilik tələsi. Hətta ilahi bilik olmuş olsa da belə, o özü tələdir. İnsan ilahi biliyin də tələsinə düşə bilir. Nətəri? Elə bilir ki, bu biliyin köməyi ilə o Tanrını əldə eləyəcək. Yaxınlaşa biləcək, ona fədai ola biləcək, özünü ona təslim elə biləcək, sığına biləcək. Fəlsəfə quru bir şeydir. Hətta müqəddəs kitabın fəlsəfə. Hələ mən demirəm insanın özünün ağlı ilə uydurduğu. Yaxud hər hansı bir dənə dahinin dedikləri, hansısa bir, deyək ki, Konfutsanın dedikləri və yaxud hansısa bir dənə kimi deyək də, Aristotelin dedikləri. Bunlar hamısı quru şeylərdir. Əgər orada insanın keyfiyyət dəyişikliyi yoxsa, Tanrını düşünmək, daim Tanrını düşünməyə gəlib nail ola bilmirsə, o fəlsəfəsi hələ o rus demişsə, nituda работает. O fəlsəfə insanın təkəbbürünə işləyə bilər. İnsan da öz təkəbbürünə deyə bilər ki, mənə ehtiyac yoxdur heç bir dini ibadət, heç bir qayda qanun, mən özüm Allah'a dərk eləyəcəm də. Buna heç bir müqəddəs kitab, heç bir yerdə buna deyilmir. Həzrət İsa deyir ki, Tanrı ancaq mənim vasitəmlə yaxınlaşa bilərsən. Bhagavad Gita'da Tanrı Krishna deyir ki, 4.34. Tadvidi pranipatena pariprashnena sevaya. Upadekşanda te gyanam gyanana statva darşına. Mənə yaxınlaşmaq istəyirsənsə, məni tanımaq istəyirsənsə, məni bilmək istəyirsənsə həqiqəti, sən gərək ruhani ustada yaxınlaşasan. Ruhani ustada sən başa salacaq nə eləməlisən. Yəni ki, gördüyümüz kimi bilik təkəbbür yarada bilir insanda ki, mən özüm başa düşəcəm, mən heç bir dinin, heç bir ustadı lazım deyil. Bu insanın təkəbbürüdür. Və Tanrı onu o təkəbbürdən təmizləyənə qədər ona yenə də bu dünyada doğuluş ölüm dövranında fırladacaqdır. Hala ki, o təkəbbürdən azad olmayacaq. Yəni, ne üçün? Çünki fəlsəfənin məqsədi deyil, hansıdır 2 dənə. Həmişə məni düşün, heç vaxt məni unutma. Həmişə məni düşün, heç vaxt məni unutma. Qaydalar ondan ötürdür ki, həmişə məni düşünəsən, qadağalar ondan ötürdür ki, heç vaxt unutmayasan. Böyük müdrük, mələklərin başında duran ən böyük müdrük. Devarişi, narada. O gəl bir Brahmanın, bilikli Brahmanın yanına, biz indi bilikli Brahmandan danışdıq. Gəl bir dənə bilikli Brahmanın yanına deyir ki,
Brahman onu görəndə baş əyir, deyir ki, hara belə? Deyir, gedirəm Tanrının yanına. Narada Muni Tanrının yanına gedib qayıdan şəxsiyyətdir. Gedir, qayıdır. Deyir, gedirəm Tanrının yanına. Brahman ona deyir ki, mən Tanrımdan soruşa bilərsənmi ki, mən haçan bu dünyadan istirabından azad olub qayıdacam onun yanına. Narada Muni deyir, soruşaram. Çıxır gedir. Gəlir qoz ağacının altında, böyük bir qoz ağacının altında oturmuş ayaqqabı tikənin yanına. Ayaqqabı tikən baxır, Narada Muni durub buna səcdə qılır. Deyir ki, Narada Muni hara belə? Deyir, gedirəm Tanrının yanına. Bu ona heç nə demir. Sadəcə olur, eşq olsun deyir Narada Muni. Narada Muni gedir Tanrının yanına. Narada Muni Tanrının yanına çatanda Tanrı ilə söhbət eləyəndə deyir, Tanrıya deyir ki, hey Tanrım, Narayanım. Orada Brahmanın yanından gəldim. Bilikli, elmli Brahmanın yanından. Brahman dedi ki, o haçan qayıdacaq bura, xilas olacaq. Narayana deyir ki, bir 10-12 həyatdan sonra. 12 dəfə doğulub ölənlər. Deyir, bəs orada ayaqqabı tikən vardı qoz ağacın altında. Bəs o deyir, o elə bu həyatında gələcək mənim yanıma. Narada Muni qalır, deyir, o bilikli Brahmandır. Nətər o 12 həyatdan sonra gələcək, amma bu ayaqqabı tikəndir, bu indi gələcək. Deyir ki, başa düşmək istəyirsən, deyir, get aşağı gedəndə Brahman səndən soruşacaq ki, mən burada nə inirdim? Deyərsən ki, Tanrı oturmuşdu, fili iynənin deşiyindən o tərəfə keçirdirdi, bu tərəfə keçirdi. Brahmana da dedən, ayaqqabı tikənədir. Onların cavabından sən biləsən. Narada Muni qayıdır, gəlir Brahman yanından keçəndə, Brahman buna baş əyir. Deyir ki, nə oldu, Tanrımı gördün? Deyir, hə. Deyir, Tanrım nə eləyir orada? Deyir, heç nə, oturubdur fili iynənin deşiyindən, bu tərəfə keçirir, bu tərəfə. Brahman deyir, sən mənə ələ salırsan. Heç müqəddəs kitabda elə şey yoxdur ki, Tanrı oturub fili iynənin deşiyindən ora keçsin, bura keçsin. Sonra gəlir ayaqqabı tikən yanına. Ayaqqabı tikən durur buna baş əyəndən sonra deyir ki, Tanrımın yanından gəlirsən, Tanrım nə ilə məşğul? Deyir, Tanrım oturub da orada fili iynənin deşiyindən bu tərəfə, o tərəfə keçir. Bu ayaqqabı tikən durur, eşqlə, həzlə deyir, eşq olsun Tanrıma. Eşq olsun onun əyləncələrinə, onun əməllərinə. Bu da deyir, sən inanırsan, Tanrı fili iynənin deşiyindən. Deyir, niyə inanmıram ki? Bax, bu qoz ağacın altında oturmuşam. Bu boyda qoz ağacın üstündən bir dənə qoz düşsə, onu bastırırsan yerdə, bu boyda ağac bitəcəkdir. Bu boyda ağacı bu balaca qozun içinə sığışdıran Tanrım niyə görə iynənin deşiyindən fili o tərəf bu tərəfə keçirməsin? Narada Muni baxır ki, bunun biliyi, inamı biliyi ilə əl-ələ verir. İnamı da var, biliyi də. Amma o birisinin biraz biliyi var, inamı yoxdur. Bildiyin? Narada Muni bir də yoxlamadan keçirmək istəyir bunu. Deyir, ayaqqabı tikən, deyir, bilirsən, Tanrım dedi ki, sən onun yanına qaydasan, o qədər həyatdan sonra nə qədər sayda bu ağacın üstə yarpaqlar var. Bildiyin? Yalan deyir də, bu da yoxlayır onu. Sonra Tanrım da demiş ki, bu həyatında gələcək. Amma Narada Muni bu da deyir ki, Tanrım dedi ki, sən onun yanına qaydasan, o qədər həyatdan sonra nə qədər bu ağacın üstündə yarpaq var, o sayı. Bir də baxır ki, ayaqqabı tikən durdu yerindən başladı, çırtma çalıb oynamağa. Narada Muni buna baxır, deyir, bu nə oynayırsan, gör bu ağacın üstündə nə qədər yarpaq var. Deyir, ay kişi, mən deyir, indi heç olmasa konkret rəqəm bilirəm. Amma indiyə qədər mən heç bilmirdim ki, hacan qaydacam. İndi konkret rəqəm var. Bu ağacın üstündə konkret sayda yarpaq var. Bir rəqəm, konkret bir rəqəm var. O konkret rəqəmdən sonra mən qaydıram onun yanına, sən nə danışırsan, çırtma çalır, oynayır. Bu vaxtı güclü bir külək əsir deyir ki, ağacın üstündə bir dənə yarpaq qoymur. Onda Narada Muni baxır ki, Tanrı bunun da dediyini yerinə yetirdi. Öz bildiyini də elədi. Yəni onu öz bildiyinə görə onu bu həyatında aparacaq. Amma Narada Munini elə elədi ki, yalancı çıxmasın da. Ağacın üstündə nə qədər yarpaq var, o hamısı töküldü, heç nə qalmadı. Ağacın üstündə yarpaq yoxdur. İndi insanın fəlsəfə biliyi ilə, güvənməyi ilə ancaq oxuduğu kitabdan oxuyubdur. Oxuyurlar kitabdan, deyirlər ki, bizim kitabımızda belə yazılıbdır. Orada deyir ki, belə şey yoxdur, sizin kitabınızda səhvdir. Amma ki, Allah'a şərik qoşma.
Allaha şək gətirmə. Bu deyirsən ki, ay kişi, Tanrı oyun oyuncaq deyil ha. Bu qədər əkslik, ikili dünyanın o ağasıdır. Amma bu ikili dünyanı insanın başa düşməyi ilə Tanrı'nın başa düşə bilməz. Çünki ikili dünyanın ikili təbiəti insanın ikili təbiətinə işarə eləyir ona görə. Çünki insan ikili təbiətdə olduğuna görə də Tanrı onu ikili təbiətli bir dünyaya yerləşdirib. İnsanın ikili təbiəti hansıdır? Biri ruhi təbiətidir, əbədiyyət, bilik və həzlə doludur. O birisi cismani təbiətidir, xəstəlik, qocalıq, ölümdən ibarətdir. İndi insan bu dünyadakı yaşaması özünün mənliyini, şəxsiyyətini hansına aid eləməyindən asılıdır. Sivilizasiya bundan asılıdır kişi. Bütün sivilizasiya yaradılır ki, insan öz mənliyini, şəxsiyyətini hansına aid eləyəcək. Ona da uyğun sivilizasiya qurur. Allah da bura peyğəmbəri peyğəmbərin dalacaq, müəllimi müəllimin dalacaq, imamı imamın dalacaq. Öz mücəssəmələrini göndərir ki, bir dənə sivilizasiyanı o birisi ilə dəyişsin. Vəssalam. Yəni nətəri? Özünün cisimdən ibarət olduğunu düşünənlərin sivilizasiyası elə cismin komfortu üçün işləyir. Hansı ki, gözləri görə ki, hər dəqiqə bu ölür, xəstələnir, qocar ölür. Bu oyanmır, bu illüzyon təsirindən. Başa düşdünüz? Davam edir özünün cismi üçün komfort yaratmaqla. Başqa bir tərəfdən Tanrı'nın nümayəndəsi gəldir ki, ay kişi, sən görmürsən, baban da ölüb, babası da ölüb, atan da ölüb. Onlar axı əli boş gedib buradan. Sən niyə görə bu qədər enerji, gücüvü, vaxtıvı, biliyi, dərrakəvi, ağlıvı, sevgivi, məhəbbətivi hamısını həsr eləmişsən bu cismə komfort yaratmağa. Sən bəs haçan oyanasan bu qəflət yoxsundan. Azərbaycanla deyilir qəflət yoxsun. Sən axı bu sadalanları sərf eləməlisən özünün xəstələnməmək, qocalmamaq, ölməmək, istəyi başa düşməyə. Sən axı bax gör içindən gəlir sənin. Sən nə xəstələnməksən, nə qocalmazsın, nə də ölmək istəyirsən, düzdür? Bəs bir düşün gör, niyə görə? Sən buna həsrlənməlisən. Çünki həyat əbədidir, sən əbədi bir varlıqsan. Sən bunu dərk eləməyincə qədər, bax bu çərxə fələkdə fırlanasan, doğuluş ölüm dövranında. Çünki sən bunu dərk eləmək istəmirsən. Bütün enerjiyi sərf edirsən ancaq cismi və həzz vermək üçün. Hansı ki 24 saat sutkada çirk ifraz edir. 9 qapısının 9'undan da, tükləri də çirkdir, təri də çirkdir. Hamısından çirk çıxır. Dayanmadın 24 saat sutkada. Sən bundan həzz alırsan. Sən buna vaxt əsr edirsən, enerji verirsən buna. Bax, bunu Tanrı başa salır. Peyğəmbərlə, imamla, müəllimlə, ustadla. Çünki insan özünün ruhi təbiətli, mənliyinin ruhi təbiətli olduğunu başa düşsə, o cismini minimalle istifadə eləyəcək onun dirçəlişi üçün. Həzrəti Məhəmməd Peyğəmbər gələn sözünü hər leksiyada deyirəm. Nə qədər cismizə həzz versəniz, o qədər ruhunuz istirab çəkəcək. Allah ruhu bədəndə meyvənin ağacda yetişdirdiyi kimi yetişdirməklə məşğuldur. Bunlar onun sözləridir. Həzrət İsa deyir ki, əbədi olanınızı müvəqqəti olanınıza dəyişməyin. Sonunda ikisindən də məhrum olasınız. Bütün var dövlətinizi orada yığın, Tanrı'nın yanında. Çünki var dövlətiniz haradadır, ürəyiniz də oradadır. Yəni ruhunuz da oraya gedəcək. Amma burada var dövlət yığanda sizin ruhunuz da yapışıb qalır bura. Və ona görə sizi öz malikənənizdə həşərat bədəni verirlər. Gələn həyatınızda. Bunlar hamısı fəlsəfədir, elmdir, bilikdir. Bu nöqteyi nəzərdən Tanrı'nın əməlləri dərk olunmazdır. Tanrı'nın əməllərini dərk eləmək mümkün deyil. Amma sadəcə olaraq insana lazımdır ki, o həqiqət yoluna durmaq qədər bəs eləsin. Bu ona bənzəyir ki, evə qonaq gəlir. Sən də mətbəxdə yemək pişirmirsən. Gətirirsən qonağın qabına bir dənə tarelka qoyursan, bir dənə də stəkan və s. O pişirdiyin yeməkdən gətirsən, o tarelka dolana qədər doldurursan, o yiyir. O doyandan sonra onun münasibəti, hamısı gözəl olandan sonra səndən ev yiyəsi ilə. Onun da yeri yoxdur, sual versin ki, mətbəxdə, qazanda nə qədər hələ yemək qalır. Buna ehtiyac yoxdur onun. Çünki onun qabı doludur və o mədəsini doldurdu. O doyub bu şey. O ev yiyəsindən yerdən göyə qədər razıdır. Yəni onun ev yiyəsinə münasibəti gözəldir. Onu doydurdu, yedizdirdi. Bildiyin.
Da bunu maraqlandırmalı deyil ki, mətbəxdə ev yəsin, hələ nə qədər yeməyi var. Deməli, məsələ Tanrının başa düşməkdə deyil, dərk eləməkdə deyil. Məsələ özünün illüziyadan oyanmağına bəs eləyən qədər Tanrıdan götürüb illüziyadan oyanmaqdadır. Çünki ondan sonra sənin hərəkətin də dəyişəcək, təbiətin də dəyişəcək, mövqeyin də dəyişəcək, ürəyin də dəyişəcək. Sənin bütün mənfi keyfiyyətləri yerin hamısı müsbət keyfiyyətlər tutacaq. Nifrətin, məhəbbətinlə əvəz olacaq. Egoizmin qayğıkeşliklə əvəz olunacaq. Necə ki, anası tort pişirəndə körpə uşaq gələr, deyir, dayanmadan sual verir. Bu nədir, bu nədir, o nədir, o nədir, bu nədir, buraya yaxmısam, dayanmadan suallar verir. Amma anası götürüb o tortdan bir kusu qoğan ağzına soxandan sonra onun sualları qutaracaq. Çünki ruh insanın şəxsiyyəti dadla yaşayır. Dad istəyir o. Biri istəmir. Dad. Ona görə də bizim muğamatlarımız, segahlarımız hamısı dadey, 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 aman, 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 dadey, dadey, dad istəyir. Dad. Dadda cismin heç nədən dad tutmaq qabiliyyəti yoxdur. Bu, ruhi daddan söhbət gedir. Ruh dad tutmalıdır. Ruhun dad tutmaq qabiliyyəti itibdir. Cisim yox. Cisim nədir ki, o dad da bilsin nədir? Bu dadey, dadey, dadey. Aman, 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 aman. Aman, Həzrət Şivan arvadının adıdır. Durqa Mata'nın adıdır, aman. Tərsində də oxuyanda alınır nama. Nama da Allahın müqəddəs adı deməkdir. Dadı belə də oxuyanda daddı, belə də düzdür. Dad, aman sözünü tərsində oxuyanda alır nama, dad. Tanrı müqəddəs adlarını tərənnüm eləməyə dad istəyir insan. Çünki məhz bu təmənnasız xidmətdir. Allahın müqəddəs adlarını tərənnüm eləmək ibadəti, ibadətlərin ən alisidir. Quranda da bu yazılıbdır. Allahın müqəddəs adlarını tərənnüm eləməkdən yüksək ibadət forması yoxdur. Onun gözəl adlarını tərənnüm eləyir. Tanrının çünki müqəddəs adlarını tərənnüm eləməyə gətirir bütün başqa ibadət formalarının hamısı. Niyə? Çünki bütün ibadət formalarında hələ biz Allahdan nəsə istəyirik. Nəsə, cənnətə getmək olmuş olsa da belə hələ sən ondan nəsə istəyirsən. Bu biznesdir, alverdir. Başa düşdün? Tam təmənnasız xidmət bu həqiqi mövqedir. Həzrət Əlinin sözü kimi. Həzrət Əli deyirdi, Allaha mən ibadəti sənə deyir, nə cənnətin şövqündən eləyirəm, nə də cəhənnəmin qorxusundan. Çünki belə eləyənlər azadələrdən deyirlər, qurtulmuşdan deyirlər. Mən o qurtulmuş can idi. Mən sənə ibadət edirəm, ona görə ki, sən buna layiqsən. O onun özü ilə Tanrının mövqeyini dərk eləmiş şəxsiyyət heç vaxt Allahla biznesə girişmir. Görəndə ki, Allah mənim qayğıma 24 saat sutkada elə burada qalır. Günahlı olsan da belə. Heç ibadət eləməsən də belə. İbadət eləməyənlərin də qayğısına qalır o. Heyvanların da qayğısına qalır o. İndi təzədən ondan nəsə istəmək ki, ibadətin nə qədər yeri var. Ki, mən filan elə, mən filan apar elə, mən sonunda filan yerə. Bu nə qədər mənası var. Heç yeri yoxdur. Çünki ibadət eləməyənləri, bunlara deməyənləri, dua eləməyənlərin o qayğısına qalır belə. Milyardlarla, trilyardlarla qarışqan qayğısına qalır. Başa düşdüm. Heç onlar ibadət bilmirlər nədir? Çaqqalın, canavarın qayğısına qalır. Ona görə insan səviyyəsinə çatan insanın şəxsiyyətin duası təmənnasız olmalıdır. Tamamilə təmənnasız. Hey Tanrım, sən mənə 24 saat sutkada, 12 ay ildə bütün həyatlarımı xidmət edirsən. Mədəm, bağırsağın, ağlım, dərrakəm, gözüm, burnum hamısı sənin mərhəmətinlə işləyirlər. İndi mən səndən kiçicik bir ibadətimə görə əvəz istəyirəm. Mən nə yaman gündəyəm, ay Allahım. Sən mənim təmənnasız xidmətlərimi təmənnasız xidmət ver mənə. Ona görə bizim oxuduğumuz Hare Krishna, Hare Krishna, Krishna Krishna, Hare Hare, Hare Rama, Hare Rama, Rama Rama, Hare Hare mantrasının tərcüməsinə baxalım. Ey cazibədar, hər şeyi cəlb eləyən Tanrım. Ey hər kəsi sevindirən Tanrım. Ey Tanrımın təmənnasız sədaqətli xidmət enerjisi, izin ver sənə tamamilə təmənnasız sədaqətlə xidmət eləyim. Bizim duanın tərcüməsinə baxalım. Niçin? Çünki təmənnasız xidmət Tanrıya sevgiyə aparır. Allahın istədiyi budur bizdən. Sevgini bərpa eləməkdir. Özü ilə bizim aramızda. Cənnət həzzi vermək deyil. Cənnət həzzi bu şeydir. Bilsən nədir? Həvəsləndirməkdir. Necə ki, hələ böyüməmiş uşağını 4-cü, 3-cü sinifdə oxuyan uşağını atası deyər ki, mənə 5 gətirsən məktəbdən. Sən nə alacağım?
Sənə bir sən nə verəcəm. Uşaq da gətirir beşiyi atasına göstərir, atası çıxardır ona bir dənə nəsə verir, həvəsləndirir onu. Amma uşaq böyüyüb onun sifət çatanda başa düşür ki, atası bunu həvəsləndirməkdən məqsədi o idi ki, bu tərbiyəli, ağıllı bir, savadlı bir insan olsun. Hansısa bir sənət, gözəl bir sənət, düzdür. O vaxt amma uşaq onu başa düşmürdü. Sadəcə olaraq atasının həvəsləndirmələri ilə oxuyurdu. Amma böyüyəndən sonra başa düşür atasının məqsədi nə idi. Bu cürdür, başa düşürsən. Hələ ki, insan böyüməyib Tanrı ibadət yolunda, o hələ həvəsləndirmələr üçün Allah ibadət edir. Təmənnasız elə bilmir. Ona görə də təmənnasızlıq məhəbbət otağın qapısıdır. İnsan Tanrıya təmənnasız ibadətə gəlməlidir. Onun müqəddəs adların tərənnümü təmənnasız ibadətin koronasıdır, tacıdır. Bu dövr içində nəzərdə tutulmuş ibadət məhz Allahın müqəddəs adların tərənnümüdür. Hansı dində olur olsun insan fərqi yoxdur. Müsəlmandır, xristiyandır, buddistdir, yahudidir, indusdur. Hər kəs özünün qəbul elədiyi Tanrının müqəddəs adların tərənnüm eləməyi əsas götürərsə, o Tanrının indiki dövrdə iradəsini əməl eləmiş olur, həyata keçirmiş olur. Deməli, Tanrını dərk eləmək mümkün deyil. Heç buna ehtiyac da yoxdur. Heç sən bunu bacara da bilməzsən. Əsas məsələ illüziyadan oyanmağa kömək eləyəcək qədər götürüb illüziyadan oyanmaqdır. Ondan sonra Tanrı ilə sənin arasında elə münasibətlər başlayır ki, sənin üçün fəlsəfə, bilik, bunlar hamısı qalır 10-cu planda lazımsız bir şey kimi. Məsəl üçün, bir oğlan bir qıza vurulanda, o, indiski şunlarda da olur belə şey. Bir oğlan bir qıza vurulanda və yaxud bir qız bir oğlana vurulanda, vurulub deyir, belə söz var, deyir, sevən könül sevən göyçək olar. Belə bir söz var, könül sevən göyçək olar. Ondan sonra ona kənardan nə qədər argumentlər gətirirlərsə, batmır onun ağlına. Başa düşürsən? Deyirlər ki, hə, bu oğlan filandır, bu oğlanın atası filandır, bu oğlanın əmisi filandır, buna batmır. Bu ucu vurulub ona, sevir bunu. Bildiyin, heç bir argument köməyə gəlmir. İndi Tanrıya sevgi tərəfə gələn insana heç bir argument daha ehtiyac olmur, heç bir argument, heç bir fəlsəfə, heç bir məntiq. Deməli, bütün müqəddəs kitabların oxunulması, ibadətlər filan beşməcən hamısı iki şeyə məqsəd edir. Daim Tanrını düşünək və heç vaxt onu unutmayaq. Ne üçün? Bunu da deyim, qutarım. Zaverşeniya. Ne üçün? Ona görə ki, müqəddəs kitablarda belə bir şey var. Ardıcıllıq. Deyir ki, düşüncəndən əməlin törüyür. Düşüncən əkəndə əməlin bitir. Əməli və əkəndə vərdişin bitir. Vərdişi və əkəndə xasiyyətin bitir. Xasiyyəti və əkəndə taleyin bitir. Ortadakiləri götürsək alınır ki, düşüncə əkəndə taleyin bitir. Yogada deyilir ki, nə cür düşünürsən, o cürdə yaşayırsan. Buna görə Tanrı deyir ki, manı baba, man baktimam, yacimam, namaz quru. Həmişə məni düşün. Niyə? Məni düşünürsən, deməli, sənin əməlin ona uyğun olacaq. Mən necəyəm ona? Sənin vərdişlərin ona uyğun olacaq, sənin xasiyyətin ona uyğun olacaq. Və son nəticədə sənin taleyin olacaq ki, sən mənlə üz-üzə gələsən. Heç axtardığın daxı mənəm. Ona görə düşünmə nə qədər vacib məsələdir. Buna görə Tanrı deyir ki, bütün vedaların məqsədi daim məni düşünmək və heç vaxt unutmamaq. İki dənə şeydir. Bütün müqəddəs kitablar hamısı veda sayılır. Bunların hamısı məqsədi daim Tanrını düşünmək və heç vaxt onu unutmamaq. Tanrını düşünmək də nədir? Gərək Tanrının müsbət əhvalatı düşünəsən də. Tanrını bu cür düşünməyəsən ki, nətər o sən ədalətsizdir, sən qayğıva qalmır. Yox, Tanrını düşünmək yəni ki, Tanrını məhəbbət və sədaqətlə düşünmək. Düşüncə də asılıdır. İnsanın beyninin, dərrakəsinin, insanın dünya görüşündən asılıdır. Dünya görüşü nə cürsə, o cürdə düşünür. Yəni, dünya haqqında insanın təsəvvürü nətərdirsə, o cürdə düşünür. İnsanın dünya görüşü də asılıdır ki, dərrakəsini hansı mənbədən qidalandırır. Çünki dünya görüşünü formalaşdıran dərrakədir. Dərrakənin işi yaxşını pisdən, lazımı lazımsızdan, xeyirlini ziyandan araşdırmaqdır. Amma o dərrakə mənbəyi hardadır, hansı mənbədən götürür?
ruhun rifahından çıxış edən mənbə var. Bir də cismin rifahından çıxış edən mənbə. Cismin rifahından çıxış edən mənbədən götürsə dərrəkə informasiya, o demək ki, o gedir cəhənnəmə. Ruhun rifahından çıxış edən mənbədən götürürsə, o demək o Tanrıya tərəf gedir, sevgiyə tərəf gedir. Diqqətinizə görə minnətdaram. Çox sağ olun, əziz dostlar.